Sabahınız xeyir olsun, əziz və istəkli dinləyicilərimiz, tamaşaçılarımız, hər bir ürəkdən salamlayırıq, xoş sabahlar diləyi ilə bugün də gəlmişik sizin görüşünüzə. Səhər sovqatında və çox gözəl bir zamanda gəlmişik. Əslində deyərdim ki, çəmənlər artıq yaşıllaşır, çiçəklər açılır. Təbiət yəni başdan ayağa öz yeni donunu geyinir. Yazın gəlişi isə bilirik ki, insan əhvalına xüsusilə təsir göstərir. Və mən istəyərdim ki, bu səhərimizi biz bir ruhumuzu təzələyək, gözəl bir ifayla, bir milli musiqimizlə. Buna görə biz hal-hazırda müraciət edəcəyik bizim verilişimizə bugün təşrif buyuran özəl bir xanəndə var, Elnur Zeynalov və onu müşayiət edən Şəms instrumental ansamblı buradadır. Xoş gəlmişsiniz. Bir başlanğıc edək sizin ifanızla. Buyurun. Ətrini bahardan alar bacılar, ataya qardaşa yarxalansa da mehrini yanaya salar bacılar. Atanın evindən ayrılmaz bir an, qız seçər qardaşa aparar nişan. Analar dünyadan köç edən zaman, qardaşa bir anayan olar bacılar, bacılar. Ətrini bahardan alar bacılar, hər evdə yaşlar qızıl gül kimi. Ətrini bahardan alar bacılar, ataya qardaşa arxalansa da mehrini anaya salar bacılar. Ataya qardaşa arxalansa da mehrini anaya salar bacılar. Ömrümün bəzəyi bacılar, güllərin gölçəsi bacılar. Baharım incəsi bacılar, güllərin gölçəsi bacılar. Çiçək tərəvətli dolanar gəzər, nərəsi bir qəlbi bir ömrü məzər. Çiçək tərəvətli dolanar gəzər, nərəsi
təravətli dolanır gəzər Nərəsidir qəlbi bir ömrüm məzəri Çiçək təravətli dolanır gəzər Nərəsidir qəlbi bir ömrüm məzər Kim deyir köçəri quşlara bənzər Evləri evlərə çalar bacılar Kim deyir köçəri quşlara bənzər Evləri evlərə çalar bacılar Baharın baharın gülçəsi bacılar Güllərin güllərin incəsi 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 bacılar Teşekkür edirik. Çok sağ ol, var ol Elnur. Belə deyim də çoxdan da eşitmədiyimiz bir mahnı idi. Əslində bütün bacılarımızı nə gözəl sözlərlə salamladın sən bu bahar fəslində. Teşekkür edirik sənə. Çox sağ ol, var ol. Xoş gəlmisən bir daha deyirik. Sənə və bugün səni müşahidə edən Şəms instrumental ansamblinə teşekkür edirik. Nə deyim, valla təbiətin coşub daşdığı, həyat eşqinin qaynadığı bir vaxtda təbii ki biz bilirik ki yaradıcı insanların, xüsusilə də şairlərin düşüncələri, duyğuları daha dinamik vəziyyətə gəlir və elə ona görə də biz bugün düşündük ki, Səhər Sovqatına ənənəvi olaraq yazıb yaradan insanları dəvət edək. Qonaqlarımız şairlərdir. Nuranə Nur və Zirəddin Qafarlı. Xoş gəlmişsiniz. Hər ikinizi salamlayırıq. Sabahınız xeyir olsun. Düşünürəm ki, sizin də bu ifadən sonra əhvalınız çox yaxşı. Necəsiniz Nuranə xanım? Təşəkkür edirəm dəvətinizə görə. Siz sağ olun. Salamlayıram səhər bizə baxan Səhər Sovqatının tamaşaçılarına. İnşallah onlara sovqat vermiş olarıq bugün. İnşallah. Öz yazılarımızdan, öz şeirlərimizdən. İnşallah. Ziyətim mənim, siz necəsiniz? Əhvalınız bu baharda necədir? Mən də elimizi, ovamızı bahar bayram münasibətilə təbrik edirəm. Neçə belə bu zaman bahar bayramlarına çıxsın. Gün o gün olsun, bax belə günləri Qarabağımızda qeyd edək, Şuşamızda keçirək. İnşallah. Təbiətin, bizim qocaman təbiətin ən gözəl cavanlıq çağı bahardır. Bəli. Baharda nələr yoxdur? Gözəlliyi, gül çiçək, gül çağırır, bülbül çağırır. Elə bil insanın gənclik illəridir bahar. Ona görə də bütün insanlara, bütün bəşəriyyətə bahar ömrü arzulayıram. Təşəkkür edir. Doğrudanmı Nuranə xanım, baharda, yazda yazıb yaratmaq həvəsi daha da artır? Həqiqət var bu sözdə? Mən deyərdim ki, düzdür, həqiqət var. Amma mən daha çox payızda elə bir sonbaharda daha çox yazıb yaratmağa meyilli biriyəm. Bu da ola bilər mənim öz xarakterimdən irəli gəlir. Biraz sevgimin yağışa, biraz payıza, biraz xəzana olmağından irəli gəlir. Amma baharı çox sevirəm. Həqiqətən bahar gələndə əhvalım tamam yaxşı olur. Hər şeylə sevirəm baharı. Bütün bayram ayları ilə sevirəm, yaşıllığı ilə sevirəm. Əhval da ki yaxşı olanda şairdə deyəsən şeir yazmaq biraz problem olur da. Çünki şairlər bilir ki, kədərli, dərdli, qəmli alır. Yaxşı, ayrıla bilmir də. Şairin dərdi kədər olar ki, bütün payıza, gözəl payıza qəmdən, kədərdən yanır. Nizamidən Füzulimizi oxuyuruq, görürsən, xayqanını oxuyuruq. Sözsüz kəmdən. Mən istəyirəm belə bir başlanğıc olaraq Nuranə xanım, bir şeir olar mı sizdən rica edək? Bax, bu gözəl ifanı dinlədik. Bir aura yaradaq da burada. Yaxşı bir aura. Mən yazı sevirəm dedim, amma payız gəldi birdən, heç gözləmədiyim bir anda. Sualla bağlı gəldi. Elə payız şeirim yadıma düşdü ki, mən onu deyim. Yadındadır, payız idi. Yadındadır o ilk baxış. Baxışından elə çaşdım, sənə qaçdım. Azca ayağım büdrədi, mənə güldün. O payız, o gülüşünlə çiçək açdım. O payız dünya gözümdə qızlıq, qadınlıq taxtıydı. Sənə niyə inanmışdım? Mənə gülüm deyəndə sən, güllərin solan vaxtıydı. Yadındadır, uzağa baxıram deyərdin mənə. Uzaq görən deyilənmiş. Gözləmədiyim tərəfdən gəldin, amma gözlədiyim tərəfdə də yoxsan indi. O istəyin, o həvəsin,
O payızdan bu payıza qayıdarmı bir də geri? Özün doldura bilmirsən, xəyalın dolduran yeri. Nə gözəl. Teşekkür edirik Nurayna xanım. Çox gözəl bir, həzin bir sevgi şeiri ilə başladınız. Mən bir sual yarandı nəsə beynimdə. Düşünürəm ki, şairlər onun cavabının daha doğrusunu verə bilərlər də. Ümumiyyətlə, sevmək daha çox xoşbəxtlik gətirir insana, yoxsa sevilmək? Xanım cavab versin. Bilirdim ki, bu sualın birinci cavabı mənə olacaq, veriləcək. Bəli. Bilirsiniz, sevmək xoşbəxtlik gətirirsə, sevilmək gözəldirsə, deməli bunun qarşılığı sevməkdir. Mütləq. Əgər sən bir adamı sevməyə layiq bilirsənsə, nə xoşbəxtdir o adama ki, o adam çox xoşbəxtdir, sevilməyə layiqdir. Sevilmək çox böyük qüvvədir. Sevilmək, özün sevilirsən və sevilirsən ki, mənim sevəm var. Bundan böyük saadət yoxdur. Sevmək biraz dərd kədərdir. Sevirsən, vəziyyətini çəkilsən. Birdən yoxdur. Bəzən qarşılıqsız olur da. Amma sevilmək dünyanın xoşbəxtliyidir. Yəni qarşılıqsız sevginin özündə də bəlkə bir gözəllik var, hə? Necə düşünürsünüz? Var, o da var. Niyə olmasın ki? Yəni bəzən onu da istəyən adamlar var. Necə ki, şairlər kədərdən yazır, yəni kədərdən ilhamlanır. Bəlkə ondan da qarşılıqlı sevgidən də, qarşılıqsız olan bir sevgidən də ilham alan şairlər var ki, onu daha çox yazdırır. Amma bilirsiniz, sevmək cəsarət istəyir də, cəsarətli olmalısan. Amma bəzən də cəsarətsiz bir qəhrəman olmalısan sevdiyinin qarşısında. Necə ola bilərsən, həm qəhrəman olasan, həm cəsarətsiz olasan. Yəni, bilirsiniz, sevmək həyatdır. İnsanın sevəndə gözləri necə olur, necə gözəl olur, necə gülür, necə onu sevdiyi insanı tanımaq olur. Bilirsiniz, çətindir, amma həm də gözəldir. Necə ola bilər ki, o xoşbəxtlik olmasın? Hamıya sevmək arzular. Nəriz xanım, yerinə düşdü bir məhəbbət şeiri. Hə, nə olar ki, buyurun. Dünyada nə nifrət, nə yalan bilmir. Uşaq tək oynayır, o odla, közlə. Məhəbbət ağac tək əllə əkilmir, kökü ürəkdədir, toxumu gözdə. Özü bildiyini heç kəsə vermir, bir kimsə başının ağası deyil. Elə bu torpaqdır, yerdir məhəbbət, məhəbbət göylərdən yağası deyil, yolçudur. Dağlardan düşəcək yolu, gedəndə solunu, sağını görmür, gözü uzaqlara tikilib onun, məhəbbət çox və də yaxını görmür. O danışan deyil, alış da, yan da, o başdan ayağa açılmayan sir, alovu çınqısı başa vuran dağılla bir gün də heç yola getmir. Minib yel atını səsli, soraqlı, dünyanın üzündə çapır məhəbbət. Onu tapmaq olmur əli çıraqlı, özü gəzdiyi tapır məhəbbət. Bax, onda gözəl olur məhəbbət. Bəli, təşəkkür edirik. Məhəbbət əslində elə bir mövzudur ki, nə qədər də onun dərinliklərinə varsaq, nə bilim, sona qədər onu açmaq mümkün deyil. Amma danışacağıq biz irəliləyən dəqiqələrdə. Nurayna xanım, deyirsiniz, nəsə bir şeir də yazıram oxuyanın xətrinə. Olur yəqin ki, belə bir məqamlar ki, şair hardasa yorulur şeir yazmaqdan, biraz küsür, biraz inciyir, amma bununla bərabər oxucusunun xətrini həmişə əziz tuta bilir. Nədir oxucu sizin üçün? Kimdir oxucu sizin üçün? Oxucu mənim üçün ilk növbədə mənim tənqidçimdir. Yəni, tənqid eləməlidir. Tənqid deyəndə, tənqid nəzərə tutulmur təkcə. Mənim yazdığımı təhlil eləməlidir. Bizim özümüzün oxucu seçmək şansımız yoxdur. Amma oxucular şairlərini özləri seçirlər. Yəni, biz özümüz müəyyən bir təbəqə oxucu yetişdirə bilərik. Yəni, mən yazdığım bir əsərlə mən öz oxucumu tapa bilərəm. Oxucum məni tapa bilər. Mən şərt deyil ki, mən mütləq ədəbiyyat nəzəriyyəsinin üzərində baxıb, hakim bilib bir şey yazmalıyam. Bəlkə mən elə bir şey yazacağam, ədəbiyyat nəzəriyyəsi özü mənim yazımın üstündə yeni bir nəzəriyyə icad eləyəcək. Amma ədəbiyyatı bilməyən adam düzdür, yaxşı şeir yaza bilməz, razıyam. Oxucularım həmişə mənim çox sağ olsunlar, qiymətimi biliblər, mən bunu hiss eləyirəm, mən onları çox istəyirəm. Yəni, mütləq əvvəl özüm üçün yazırdımsa şeirlərimi, indi oxucularımın da xətrinə şeirlərim olur. Onların aslında bir fanatlıq eləyən var mı? Yəqin ki, onlar mərəxə. Ümumiyyətlə, ədəbiyyat sözündə fanatı belə qəbul eləmirəm, ədəbiyyatda fanat sözünü qəbul eləmirəm mən. Ədəbiyyatda fanat olmur, oxucu olur. Oxucu da yaxşı oxucu, sənin öz oxucun olmalıdır. Əgər dəfələrlə sənin şeirinə qayıdırsa oxucun, demək sən qalibsən.
səni dəfələrlə oxuya bilirsə və sən özün yaratmalısan o təfəkkürü, o təbəqəni. Oxucunun çox olmağının mahiyyəti yoxdur. Oxucu keyfiyyətli olsun, öz təfəkkürlü olsun. Sən onu yarada biləsən, sən onu seçə biləsən. Bəli. Düzü, bəzən yazıb yaradan adamlar gileylənirlər oxucu sarıdan. Nurani xan belə fikirləşmir. Şair onda gözəl olur ki, şair onda gözəl şair olur ki, hansısa kimsə dilində bir oxucunun, bir tanışının və ya bir tanımadığı bir adam bir bənd, heç olmasa bir bənd işlərində onda deyirsən yaşamağa dəyər, onda bilirsən ki, nəsə yarada bilirsən. Bilirsən, mən demirəm, qələm adamları, dostlarımız var, amma şair kimi sevilmək, ümumiyyətlə yazıçı kimi sevilmək böyük xoşbəxtlik. Hər yaradıcı adamın qisməti olmur. Hər hansı bir kimisə dilindən bircə mən şeirini eşidəndə nəyə desən dayanır. Hansı bəndinizi ən çox eşidirsiniz Rəddin müəllim? Məsələn, mənim dostum var, özü gözəl Qəzəlxandır, şairdir, Əl-Aslanoğlu. Çay daşı bulağa yol tapılmasa, sən gəl, mən Addamaq daşına döndəm. Bircə tə gözünə dəymə xətrinə 100 yol bulaqların başına döndüm. Bu bənd onun dilindən düşmür mənə ləzzət. Məni görəndə o şeir deyir. Bəli. Yaşamağa dəyər də. Düzdür, haqlısınız. Ümumiyyətlə, şeiri şair öz istəyi ilə yazır, yoxsa təkidlə yazdırır özünü şeir? Yox, şeir heç vaxt istəklə gəlmir. Şeir mənəvi bir ehtiyaçdır, daxili bir ehtiyaçdır. Nə vaxtsa istəyirsən ki, sən narahat ilə nəsə var, narahatsan. Və istədiyim vaxt şeir yazmaq mənə ağlıma gəlmir ki, oturub istədiyim vaxt şeir yazasın. O şeir deyil, o məsuliyyətdir. Amma özün də hiss eləmədən bir nəsə pıçıltı gəlir sənə, nəsə içində bir daxili bir ehtiyac duyursan və özündən xəbərsiz olub da görürsən ki, nəsə oturub yazmalısın. Oradan da çox qəribədir əslində. Həqiqətən, sonra o qədər bir rahatlıq gəlir ki insana o şeirdən sonra. Sanki yeni doğulmuş bir insan kimi olursan. Bu şeir yazmaq mən belə düşünürəm də, ilk anlarda özünü ifadədir. Yəni, sadəcə özünü ifadə edirsən. Bir müddət sonra səndə peşəkarlıq yaranır, vərdişə çevrilir, sonra özünü dərk edirsən. Xoş o halda ki, özünü təsdiq eləyə biləsən. Yəni, bu mərhələlərdən ibarətdir. Mənim fikrimcə bu mərhələlərdir. Məsəl üçün, özünü ifadə etmə mərhələsi var, özünü dərk etmə mərhələsi var və özünü təsdiq eləmə mərhələsi var. Siz hansı mərhələdəsiniz? Mən özümü dərk etmə mərhələsindəyəm, düşünürəm ki, inşallah qismət olsun ki, özümü təsdiq eləyim. Yəni, özünü ifadə mərhələsindən mənə elə gəlir ki, keçmişəm. O, sadəcə bir yeni sevənlər, yeni yazanlar, yəni başlayanlar, belə götürəndə demək olar ki, çox adam şeir yazırdı. Amma baxır necə şeir yazmaq, yəni hansı şeiri yazmaq, poeziya, hər nümunə poeziya deyil. Haqlısınız, bəli. Bir şeirinizdə görülürsünüz ki, asan görünür kənardan çoxuna şeir yazmaq. Kimə asan görünür şeir yazmaq? Yəni ki, o adi şeir yazanlar üçün, poeziya yaratmayanlar üçündür. Bəli, asan görünür. Bəzən elə bilirlər ki, şeir yazmaq və yaxud onun forması, strukturu asan görünür ki, məsələn, əgər burada bu adam sərbəst şeir yazırsa, bu çox asandır, nəsr nümunəsi ilə əlaqələndirirlər. Belə deyil, həqiqətən belə deyil. O struktur şərt deyil, forma şərt deyil, təfəkkür lazımdır, mahiyyət lazımdır, oxucunu düşündürməlisən, hansısa bir təfərrüatı yaratmalısan oxucuda. Mövzunu necə seçirsiniz, Nurani xanım? Mövzu məndə deyərdim ki, mövzu eyni olsa da məzmun biraz fərqli olur. Yəni, mənə elə gəlir ki, eyni mövzuya da başqa-başqa çalarlar vermək, o da bir maraqlı gəlir nəsə. Demərdim ki, belə nə bilim, böyük bir işdir, amma maraqlı gəlir. Yəni, maraqlıdır. Mən özüm də oxuyanda, məsələn, elə adam var ki, bilirsiniz, şairdir, yazıçındır, bunun üslubu, təhkiyəsi olmalıdır. Onun adını bilmədən, altında imzasını görmədən onun yazısını tanıya bilməlisən əslində. Bax, onda dəstiqat deyəndə, bəli, onda bilirsən ki, məsələn, bu kimindir? Əgər sizin bir şeirinizi, məsəl üçün, mən oxusam, Zirəddi müəllimin bir şeirini oxusam və əgər mən Zirəddi müəllimi tanıyıramsa, dəstiqatını, təhkiyəsini tanıyıramsa, mütləq onun imzası olmazdan belə onun nəfəsini hiss eləyəcəm orada. Yəni, bu çox xoşdur, yəni şair üçün olmağı və oxucu da bu zaman yetişir, sənin əsl oxucun yetişir, səni tanıyır. Poetik ruh yaranır da, daha doğrusu. Bu insanın poetik ruhuna bələd olursan sən, bu ruhda yazılır. Mən bilirəm ki, oxucularınız da, tamaşaçılar da, dinləyicilər də sizdən indi şeirlər gözləyirlər. Sizdən bir şeir mən deyim sonra. Buyurun, Zirəttin müəllim, buyurun. Bir ümid gəlirdi, gözümdən itdi. Ya payızda qaldı, ya qış apardı. Ömrüm ilk qar kimi ərdi getdi, sel suya qarışdı, yağış apardı. Düz tanıyır şəri, şər kəsir, öz baxtı gözlük burada hər kəsi. Xaraba dünyanın yazıq sərsəsi, səni də bir axşam bayaq uş apardı.
bülbül gülə bənddi, qarğa külliyə. Kimi dərdə tuşdu, kimi gülliyə. Talih Zirəddini 5-10 gün ya bir huş gətirmişdi, bir huş apardı. Çox sağ olun, var olun. Mən də bir şey. Daha mən, o mən deyiləm. Sənin də həsrətin bitsin. Daha nəyinə gərəyəm? Əgər xatırlayırsansa, unut getsin. Nazik saxladım, ürəyim soyuqladı. Sonra heç bilmədim nə geydiyini. Ömrüm boyu unutmaram dediyini, əgər xatırlayırsansa, unut getsin. Qoyub gəldiyim izə qayıdımmı? O demədiyim sözə qayıdımmı? Ürəyim də gəlmir yolumdan etsin. Əgər xatırlayırsansa, unut getsin. Əlini üzəndən üzü bu yana, eləcə durmuşam durduğum yerdə. Yaddaşından yerim itib, qoy itsin. Əgər xatırlayırsansa, unut getsin. Körpələr yuxuda böyüyər, sən de, könlünə yatanı belə böyütsün. Gözləmə ta hamı unudanacan. Əgər xatırlayırsansa, unut getsin. Unut getsin. Təşəkkür edirəm Nailə xanım. Düzdür, bunu deyirsiniz, unut getsin, amma unudulmaq çox pis təsir edər insana, hə Nailə xanım? Əslində orada... Hətta laqeyd olduğu, biganə olduğu bir insan istəməz ki, Əgər xatırlayırsansa deyəndə, o deməkdir ki, xatırla. Bəli, bəli. Əgər sən xatırlaya bilirsənsə, unut getsin. Deməkdir ki, heç xatırlamaq, unutmaq cəhdi deyil. Əslində, o unutmaq cəhdi özü xatırlamaqdır. Mən və yaxud... Ən dəhşətlisi unudulmaqdır. Unudulmaqdır, deyirsiniz, bəli. Başqa bir şeirimdə deyə bilərəm. Gedərkən arxanca atdım. Yaz yağışlarından topladığım göz yaşlarımı. Düşünmək, unutmaq cəhdimdir. Qüsurlarını xatırlamaq da sənə toxunmaqdır. Şeir üzlüm, şairlər qısqanar bu adı sənə. Yağışlar bulutlara qaydanda gəlinmi? Bəlkə də söz verdim, gələ bilmədim. Təkcə sevmək azdır, günahımdan keç. Gəlib pəncərənə yağa bilmədim, sizin qapınızı tanımadım heç. Teşekkürler, çok sağ olun. Ziyətin müəllim, sizin poeziyanızı vərəqlədim və anladım ki, çox keçməkeşli bir həyat yolu keçmisiniz. Acılı, şirindi bir həyat yolu keçmisiniz. Belə deyək də, əsl şair həyatı yaşamısınız. Ümumiyyətlə, maraqlıdır mənim üçün. Necə oldu ki, gəldiniz bu poeziya? Allah, Hərgiz xanım, mən onu deyə bilmərəm, mən poeziya necə gəldim. Şeir nədir? Onu bilirəm ki, şeir mənim üçün bir də təkrar olmasın deyirəm, mənim üçün həmişə daxili bir ehtiyac olub, mənəvi bir ehtiyac olub. Mən Qorqadlı Moskva Ədəbiyyat İnstitutunu bitirmişəm, bizdə poeziya şöbəsini. Bir dəfə yaxşı olmasınızdan bir dostum var, deyirəm, da şair olub gəlmişəm də, poeziya şöbəsinin uşağı deyil, şair olmaq mümkün deyil. Bunu gəlir Tanrı verər, sənə Tanrı verər. Amma bir şey var ki, şairi talih yetişdirir, talih gətirir. Bütün o əzab-əziyyətlər, eşitmişsiniz ki, hardasa bir xoşbəxt adam oturur şeir yazır. Qəmli şeirlər yazır. O mümkün deyil. O öz xoşbəxtliyin dalınca gedir. Xoşbəxtliyini çəkib aparır, heç dünyadan xəbər olmur. Amma şairlik talihdir. Görünür, mənim də əgər şairəmsə, mənə şair demək mümkünsə, mənim də talihimə belə bir, yəni bu belə bir şairlik taliyə gəlir. Yəni mən talihim gətirib məni bu şeir yazdırır. Heç yorulduğunuz olmayıb ki, şeirdən? Şeirdən yorulmamışam, amma özümdən yorulmuşam. Özümdən hərdən bezən vaxtlarım, özümdən yorulan vaxtlarım olur, özümdən küsən vaxtlarım olur. Onda yəqin şeir gəlir. Özümdən mübarizə aparan vaxtlarım olur. Onda da şeir gəlir. Şeir gəlir. Elə yaxşı yerinə düşdü. Dünyanla bağlı bir şeir oxuyum, amma bu şeir təzə yazdığıma görə əzbər deyə bilməyəcəm. Dünya, nə gözəlsən belə, gəlmişik sənəcən sənlə. Öz başına qopmaq olmur bir dənəcən səndən. Bilmədim, yaşadım sağ ol,
gülmədim, yaşadım, sağ ol. Ölmədim, yaşadım, sağ ol. Varam ölənəcən səndən. Bir yer imiş, bir ox imiş. Yükün nə yaman çox imiş. Mənim bir işim yox imiş, sənə gələnəcən səndən. Orada burada söz olmadım, heç bir yana yozulmadım. Bir yazıyam, pozulmadım, məni silənəcən səndən. Boşalan dolmuyur neynim, yaranan qalmıyır neynim. Əl çəkmək olmuyor neynim, səni bilənəcən səndən. Bu bax dünyamız yaşadım. Teşekkür ederiz, sağ olun. Bir güzel ifa dinlemek istedik biz. Buyur Elnur, dinleyek seni.
bu sevdanın elinden serin göçemem, dört yanımız netir saçan yasemem. Aylı gece serin göçemem, dört yanımız netir saçan yasemem. Ancak beni gayretlere çiçeğidir, ne çemen